Mən o davada qalmışam, dava eləməmişəm, amma eləmiş kimi də bir reaksiya oldu. Onun kimi siz də yazmışdı. Sanki o Azərbaycanlı bir oğlandı, saf, sadə. Ümumiyyətlə son illər ən qalmaqallı İtalyan kimdir? Həyatda ən sevmədiyim bir insan varsa, o da mənim alnıma yapışdı. İndi də gəlin filmə baxaq. Qarşınızda 4 oyunçu var. Onların vəzifəsi futbol dünyasının bir şəxsi və onunla bağlı maraqlı bir faktı tapmaqdır. Oyunçular bir-birlərinə yalnız və ya cavabı verilə bilən suallar verirlər. Bunu ilk edən qalib olacaq, alnında kartson qalan isə uduzacaq. Bu alın yazısı oyunudur. Başlayaq. Mən Ayda Əliyeva, Sibisportun şərhçi və aparıcısıyam. Ümid edirəm ki, qızlar biz bacaracağıq bunu. Ən azından sübut eləməliyik. Deyəndə ki, qadınların futboldan başı çıxır. Mən Natala Kərimova qədim futbol azarkeşi. Qədim dinozavr dövrünə. Dinozavr işinə mən baxıram. Mənim sahəmdə daxil olmur. Baxırdın, mübahisəli Əməkdaşlıq söhbətdir. bitdi. Mübahisəli söhbətdir. Başlamısınız, özünüzü təqdim edin, sonra mən axıra saxlayıram. Lafı danışırdı, dedim də. Elədi, Tamamladı məncə. Biz danışırdıq da, yox, hə? Rəfiqə xanımsınız. Dinozavrlı yaxşı demişkən, bu yaxınlarda əməkdaşlığım bitdi dinozavrla bağlı. Zarafat bir yana mən Xəyali Omar, Planet FM-in səhər aparıcılarından biri, Baku Elektro Səhər şousu. Hər səhər 8-dən 10-adək işə gedərkən, yolda, evdə, istirahətdə, hər yerdə bizi dinləyə bilərsiniz. Bir də səs aktyoru. Gəlmişəm uduzmağa, amma əyləncə xarakteri daşıyır ki, bilirəm ki, 3 xanımın yanında ən futboldan başa çıxmayan mənəm, amma olsun bilirəm ki, mənim də burada enerjim bir başqa olacaq. Mən düşünürəm özümü təqdimata ehtiyac duymuram, amma yenə də təqdim edeyim. Rəfiqə Əziz, keçmiş idman jurnalisti və hazırda marketinq sahəsində fəaliyyəti olan biri deyim, amma aşırı dərəcədə futbol sevgisi olan biri və Real Madrid azarkeşi məncə buna hamısı İşimiz dedi. düzəldi. İşimiz düzəldi. Başlaya bilərik. Məncə də başlayaq. Kimdən başlayaq? Məncə Xəyali xanımdan başlayaq. O tərəfdən yox. Elə maraqlı olar. Dinozavrlar. Dinozavrlarda özün dedin. İnsandır. Hə. Kişi şeydir, simpatikdir. Yox. Yox. Mən hazırda karyeramı davam edən futbolçuyam. Əlbəttə, özdə necə? Mən İspaniya La Liqasında oynayan futbolçuyam. Yox. Hazırda La Liqada Hazırda oynayıram. Yox. Aha, yaxşı, keçdim, başladı. Kimə keçim növbə? Natala xanım. Hə, Natala xanım. Mən hal-hazırda fəaliyyət göstərirəm. Yox. Nə kim olaraq fəal? Yox, ümumiyyətlə heç yerdə yox. Amma sən çox simpatiksən. Sənin də adı yox. Mən İspaniya çempionatında oynamışam. Hə. Hazırda oynayıram. Yox. Hə. Hə. Yox, İspaniyada yox, ümumi oynayırsan. İspaniya çempionatında. Yox, hazırda oynayıram. Hə, hazırda oynayırsan. Mən başqa qitədə oynayıram. İspaniyadan başqa. İspaniya yerləşdiyi qitədən başqa qitədə. İpucu vermək olar, yoxsa Aha. gözləyək? Mən davakar futbolçuyam. Yox, heç Hə. yox. Yox, Hə. ümumiyyətlə dalaşma. Hə. Məncə yox. Yox. Hə. Mən hansı Qızlar bir dəqiqə. Yox, Azərbaycanda el arasında hətta bir məşhur qadın radio aparıcısı onu illər əvvəl onun haqqında status yazanda demişdi ki, sanki o Azərbaycanın Sən indi elə ipucu verə-verə cavabata gələcəksən. Onun kimi siz də yazmışdı. Sanki o Azərbaycanlı bir oğlandı, saf, sadə, sanki Samanaqdan bizdəndir. su yeridən. Sanki bizdəndir. Çox kömək elədik. Amma hələ ki cavab gəlmir bax. Mən Sanki MLS-də Azərbaycanlı. oynayıram. Harda? MLS-də oynayıram. Lionel Messi. Elə də. İndi situasiyanı tapmaq lazımdır. Hə. Hə, indi hələ bitməyib, hələ fakt var. Hə, indi davam edirik. Messi nə edib? Messi nə edib? Həyatda ən sevmədiyim bir insan varsa, o da mənim alnıma yapışdı. Bayaqdan Xəyali xanımın bütün Vallahi. Dedi də mən dedim ki, o sadə oğlandır. Sadə bir dənə Messidir. Kimdir Sən sadə? hə yox demək lazımdır. Elə sən.
Yəni mən 3 nəfərin arasında qalmışdım. O ipucu ilə o birlər ələndi. O söz gəlişi mən illər əvvəl bir veriliş apardım. Retroya bənzər bir veriliş idi, hələ Kəpəz televiziyasında və filmdən danışırdım. Başdan ayağa hər şeyi danışırdım. Süjetini, bütün incəliklərini danışırdım. Sonunda dedim ki, indi də gəlin filmə baxaq. Sənin danışdığın eynən olacaq. Aha. İndi bu dalaşmayıb. Mən o anlamadım. Yox, dalaşmayın. Dava deyil. Yox, onda sıra sizə keçdi. Yaxşı, bitirək sıranı. Hə. Yaxşı, mən nə etmişəm? Yaxşı, mənim rəngim qaradır yoxsa nədir? Həqiqçilik eləmir. Hə, yoxluq sual verməlisiniz. Varlıyam. İngiltərədənəm. Yox. Fransa. Taxla. Hə, mən unutdum. Mən deməli İspaniyada oynamışam. İndi İspaniyada oynamıram və indi futbolçuyam. Bəli. Mən İspaniyada Real Madriddə oynamışam. Hə. Real Madriddən deməli getmişəmsə və hələ də oynayıramsa, mən Xorvatiya millisinin futbolçusuyam. Yox. Hə, yaxşı. Modric deyil. Modric deyil. Hə. Kimdir? Buyurun. Deməli burada da Modric deyil, mən elə başa düşdüm. Hal-hazırda oynamıram. Avropalıyam. Hə. Axaça Hə də, rəsmi Avropalı. Hə. vətəndaşlıq var da. Əslində kaş o mənim alnımda yazılaydı. Yazı olaraq ya qismət olaraq. Yox, yazı olaraq. Sağam indi. Bəli. Elə dedim, mənim ağlıma getdi. Santiago Bernabéu. Sağam, indi oynamıram, pensiyadayım artıq. Avropanın qərbindənəm. Coğrafiyanı bilənlər cavablasın, mən bilmirəm. Qərbi Avropada. Məncə hə. Hə, hə. Aha. Almanam. Yox. Sıra mənə gəldi. Hə, Rəfiqə, bitirəcəksən bu oyunu. Mən o davada qalmışam, dava eləməmişəm. Amma eləmiş kimi də bir reaksiya oldu. Yaxşı, dava... Bu əlbəyaxa dava olmaya bilər də. Söz davası olur. Hə. Həm yox, nə bilim. Əslində hə. Bilmirəm. Əslində bəzən sözlə sən insanı vura bilərsən. Hə. Yəni elə söz var ki, adamı yıxır, yerə öldürür. Ay da, bildim, Messi. Söyüb. Kim söymüşdü? Mənə nə gəlir ki, mən bu oyunda insanlara kömək edən qismdəyəm. Söymüşdü. Kim söymüşdü? Adamın adı yadımdan çıxdı. İndi o adamın barədə sual versəm, o Əslində adam bir barədə neçə sual nəfəri versəm. söymüşdü. Sualım olur ki, Messi kimisə söyür, Hə. sual verirsən de. Hə. Hə. Messi söyüb Hə, kimisə. söyüb. Hə. Bilirəm, Messi söyüb, adamın adı yadımda. Tək adamı söyməyibdi. Məsələ orasında da seçmək lazım. Rəqibini söymüşdü. Hə. Ayda, adamın adını yadına sala bilmirəm. Realda oynuyordu. Yox. Buyurun, məqul fikirləşmə. Adamın adı yadına. Nadella mənə yaxşı ipucu verdi. Mən sağam. Hə. Hə. Hə? Hə. Sağ və salamat. Sən orada sağ çıxmısansa elə böyük şey. Yəni boomer nəslindəyəm. Boomer nəslindənəm. Hə. Boomer. Hə. Boomerdir. Yox, bunlar yox. Boomer deyil, yox. Yəni boomer neçə? yox. Hə də Yox. boomer 50 plus. 50 Elə olar. boomer 50 plus. Hə də Yox. mən boomer soruşuram, boomer. Boomer deyil. Amma 50 plus deyil, 40 Boomer neçə olar deyilsə. yəqin. Hal-hazırda fəaliyyət göstərirəm. Futbolçu kimi. Futbolçu kimi yox. Maraqlıdır. Futbolçu kimi Yox oldu. Yox oldu. Keçdik ayıdaya. Ay uşaqlar, bir dəqiqə. Mən Real Madriddən getmişəm, düzdür? Hə. Hazırda oynayıram. Hə. Mən hazırda İtaliya A seriyasında oynayıram. Yox. Ay da bilirəm. El Nasr'da oynayan Ronaldo da 100%. Hə, nəsə. Salam aleykum. Mən İtaliyalıyam mən. Yox. Keçdi yenə mənə. Mən qalacağım. Adı yadıma düş. Yaxşı. Sən gəlin. oyunu xatırla, əsas odur. Həmin oyunu tapmalısan. Hə, hansısa oyunda Messi söyüb cümlə belədir. Yo, orada oyun Siz yazılmır. də tapıb artıq. Yo, oyun demədim. Oyunda oyunçunu tapıb. Hə.
Mən özüm Burada ya elə bir ki yazılıb ki, Messi kimsə söyüb. O adam adıdır. Hə. Yox, iti heyvanı sürməzlər aldı. Yox da indi baxmada varını yoxunu da söyüblərdi ki. Neymar pişiyi atmışdı da. Belki. Tak. Dede serialda değildi. Heç onu tanımıram, onsuz da heç bir. Hə. Mən suala keçim. Yox, sual verdi ki, Yox, sual verməmişəm, sual fikirləşirəm. Yadıma sala bilmirəm. O situasiya yadımdadır ki, kimisə söyüb, amma kimi söydüyünü yadıma sala bilmirəm. Mən əslində başqa adamın söydüyünü bilirdim, bunu deyilmə. Mən ümumiyyətlə bilməzdim ki, Messi söyüş söyər. Ronaldo'da o var, o vibe. Ronaldo'da o vibe gəlir. Messi görmək Kesin ki, uşağım modundan yaşayan gözündə. İntuisiya da belə. Həm də Yaxşı. Argentina milli vaxtı söyüb. Hə. Komanda yoldaşı idi. O yadımdan çıxdı bayaq. Yox. Buyurun. birbaşa hal-hazırda bu ümumiyyətlə ailəliyəm. Hə. 4 uşağım var. Hə. David Beckham'am. 4 uşağı var. Hardan bilirsiniz? Ay yox. Hardan bilirsiniz? Hə, hardan mən heç bilmirəm, ailəlidir. Yox, 4 Yox, mən o sualını bilməzdim. Yox. Ailəliyəm. Yəqin ki. 100% bilirsiniz kimdir? 100%. Mən 100% bilmirəm kimdir yoldaşım. Onda şey deyil. Sorry, Nə olur? Həftə amma 8-dən 9 boşanırlar. Yox, o sənə olmasın. girmir. Oradan çıxa bilməyəcəksiniz. O arvad uşaq o başqa. Mən hansı milliyyətdənəm? Yox, Dedim, elə onu olmaz. soruşdum axı bayaqları. Yox, Hə, özün yox. deməlisən. Hə, yox. Hə, yox. Mən bizneslə məşğulam. Mən öz ipucularına Milliyyətləri say. Biznesə girsə Yaxşı. çıxmayacaq çünki bilmirik o. Fransadanam. Yox. Yox. Ha, все, belə mən. Mən Səudi Ərəbistanda oynayıram. Hə. Mən Cristiano Ronaldoyam. Hə. Elə bunu bayaq soruşardım da. Şükür ay Allah. Cristiano Ronaldo. Salam aleykum. Mən bu yaxınlarda boykot eləmişəm nəsə. Yox. Yox. Mənim oynadığım milli dünya çempionu olub. Hə. Hə. Dünya çempionu olmasa, İtalyalı deyiləmsə, Almaniyalı deyiləmsə, Fransadanam. Bəli. Hə. Fransadanam. Başım keçərdi. Hə. Mən Zidanam. Hə. Zidane indi əsas məsələ. Zidane indi əsas məsələ də orasındadır ki, əsas məsələ ola bilmir. Bu qalmaqalla bağlıdır. Hə. Dünya çempionatında baş vermiş qalmaqaldır. Hə. Materazzi kəllə Bəli. vurmuş. 2006-cı il futbol üzrə dünya çempionatının finalı zamanı Fransalı futbolçu Zinedine Zidane İtaliyalı müdafiəçi Marco Materazzi ilə mübahisə etdi. Materazzi Zidana söz atdıqdan sonra Zidane əsəbləşərək başı ilə onun sinəsinə vurdu. Hadisə nəticəsində Zidane qırmızı vərəqə aldı və meydandan qovuldu. Fransa isə həmin finalda İtalyanlara uduzmuşdu. Adamın adını belə müəyyən qədər səhv desəm, Hə. onu düzgün qəbul edə bilərsiniz əgər ifadə elədiyim Baxın nə qədər bənzəyirsə. səhvdir. Adı V ilə başlayır. Aha. Bir adam da deyilmişlər, nasıl bilmirəm. Neydi ay Allah adamın adı? Vertstoff idi. İlk hecası düzdür. Ver. Yox, üçüncü hərfi səhvdir, amma Ver. ilk hə. Hər səhv tapdı, oradan elə daha rahat Hə. olar. Milliyyətini var. Hə. Milliyyətin başa düşdü. Milliyyətini tapmaq məsələ deyil, adamın kim olduğunu bilirəm. Adamın adı ipucu. beynimdən uçur. Olsun da milliyyətini tapa. Milliyyətini bilsən, təxmini edə bilərsən də deyilişi necə olur Hə. həmin milliyyət. Yox, o heç ona aid deyil axı, o qədər də. Ay Allah, nə oldu?
Yox, Aha. ondan əvvəl düz idi. Veh dedin də. Yox, ondan əvvəl. Biraz daha. Veh. Daha kobud. O xanı biraz rus sayağı. Veh. Yox, o alman dilində lap çıxdı. Əslində bir futbolçu göz önümə gəlir, belə yumru baş keçəli fasona. Yox. Yox. Deməli mən Cristiano Ronaldoyam. Mənim şəxsi həyatımla bağlı bir məsələdir indi. Yox. Futbolla bağlıdır. Onu dedim bəlkə Irina Shayk'lə bağlı. Yox. Ayda ya, gəldik harda ilişdik. Gəldi Veh. Əlif B'ya. Hə. Veh. Aha. Vexstroy. Necə idi onun deyilişi? Yenə yadımdan çıxdı. Əslində 2 metr boyu var. Biraz ipucu verin. Ya, adamın kimliyini bilirəm, adamın adı uçdu beynimdən. amma qalib gələ bilər də o şey. Niyə? Yaxşı, gəl. Veh. Əslində hə. Bence de. Məncə də Weghorst. Weghorst. Aa. 2022-ci il dünya çempionatında Argentina-Niderland oyunundan sonra Argentinalı Lionel Messi müsahibə zamanı Niderlandlı oyunçu Wout Weghorsta əsəbi şəkildə müraciət etdi. Messi ona ispan dilində "nə baxırsan axmaq" mənasını verən söz dedi. Hadisə gərgin oyundan sonra baş vermişdi və video sürətlə internetdə yayıldı. Ay, Bravo. Ki tapdın da. Sən çıxarda bilərsən. Bu sən adını bir də ömür boyu unutmayacağam Weghorst. Ayaq Tarzda. dediyim buydu, rəfiqə tapacaq. heç olmasa mənə Ronaldo'dan, Zidane'dən qoyardınız. Sən başın qarışıb ipucu verməyə. Doğrudan mən bura Hə. cəmaatı qalib eləməyə gəlmişəm əslində. Əsas missiyam budur. Yaxşı. İtaliyalıyam. Bəli. Hə. Hə? Hə. İtaliyadayım. Qalmaqallı futbolçuyam. O çox. Çox. Aha. Hə. Orada. Hə. Adına yazılmasını istədiyin adama qarşı olan bir insidentdir. O ipucu Yəni, deyil. bu da Doğru doğru ipucu ipucu deyil. deyil. Hər şey başa düşdü. Yolxucu deyil, belə ipucu vermə bilinə. Ümumiyyətlə son illər ən qalmaqallı İtalyan kimdir? Tapacaq. Niyə son illər başqa heç bir belə İtalyan yoxdur? Yox. Ondan qalmaqallı. Yox, indi boomerdir. Soyadım belə Hə, qəşəngdir. qəşəng. Hə, dolu. Bilirəm ki, bilirəm. Hətta Bəlkə mən bir danışıram mən mən bir ona. dostum var, o danışır ki, Hə. maç gedəndə onun da o da xəyali kimi futbola baxırdı. Aa, Baxır ki, birdən deyir bunun soyadını eşidəndə Bu dedi ki, yaxınlarda mən Türkiyədə Fənərbağçənin komandasının rəhbəri olmuşam. Ay, o futbolçu deyildi, o şeydi. yox. Dedi ki, Gürcü niyə İtaliyada oynayır ki? Soyadını eşidəndə. İndi İndi elə ağlıma bax işte mən gəlmir. sənə ipucu verirəm. Mən tapmayacağam 100%. Tapacaqsın. Sual verin Xeyr xanım, Ağlıma sual gəlmir verin. heç nə. Sual verin. Zidanla da bu münaqişəsi olubsa, yadımda deyil. Yadında olmaya bilməz. Yəni o münaqişə yadında olmaya bilməz. O futbol tarixində ən qalmaqallı hadisələrdən biri idi. Ay, adamın yəni Gürcüm nədir? son oyunu Gürcüm nədir? kart aldırım da adamı Hem yok. Hem yok. Gürcüm Gürcü bilmirik. Hardan bilək biz onun Gürcünü? Sual versin. Hardan bilək biz onun Gürcünü? saqqalım var. Ayaqqabı Sözüm keçmir. Zaten saqqalım var. Yox, yox. 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 Ayaqqabı rəsmlərini soruşma sən. Aa, məndədir. Amma mən fikirləşə bilmirəm. Mən Ronaldonu çox yaxşı biri kimi tanıyıram. Yəqin ki, heç kimi döyməyib, heç kimi sevmir. Ona görə bu sualı vermirəm. O sənin bir ipucu verim də aqressiya ilə bağlıdır. Amma Nəsə azərkeşə qarşı eləyib. Yox. Mhm. Hə. Azərkeşlə Ronaldo nəsə aqressiya. Böyük ehtimal o topla azərkeşi vurmuşdu, onu deyirsiz. Amma yox, hə, orada aqressiya yox idi, o şahane idi. Nə yaxşı, yox. Bildim nədir. 100% şəkil çəkdim. Mən artıq bayrağı qaldırmışam, yəni tutmuşam. İtalyan. Çəkim yəqin ki, ortadır da, normaldır. Başqa nə bilmirəm, futbolla bağlı işə bilmirəm. Efirdə ancaq baş
başqaları da biz Sən müzakirə edirik. hərflərlə tapa bilərsən adını. Məncə. İpucu. Yəni ümumiyyətlə birinci hərfi tapsan, Baş hərfim V ilə başlayır. Yox. da heç. Mənə keçdi günü. Azərkeşlə Ronaldo. Azərkeşlə şəkil çəkdirməyən Cristiano Ronaldoyam mən. Yox. Yox. Neyini bu Azərkeşlə? Əvvəlini axırını düz gətirdin, ortasında korladın. Qulağında xal falan soruşma. Soyadım M ilə başlayır. Hə. Baş hərfim K ilə başlayır. Yox. Yox. Nə Kylian Mbappé, O başqa İtalyan deyil. Mən Azərkeşlə mübahisə eləmişəm. Yəni ona oxşayan bir şeydir. Hə. Hə. Ümumiyyətlə bu yəqin çoxdan olub da ki, mən xatırlamıram. Bu Əl-Nasrda yəqin ki, belə bir şey eləməz. Azərkeşlə mübahisə etmişəm. Azərkeşlə şəkil dedim də, şəkil çəkdirmişəm demişəm. Başqa nə var? Yəni heç vaxt heç kim bunu eləməmişdir. Ronaldo birinci dəfə eləyib bunu. Bəlkə də kimsə eləmişdi. Məncə də yəqin ki, kimsə eləyib. Bu ümumiyyətlə siz bilirdiniz bunu, bunu oxumayana qədər. Məşhur bir şeydir. Mən belə İngilvari xatırladım. Oydu, gör Yəni, nə bəlkə o məndə olsaydı, mən də tam xatırlaya bilməzdim. Oxuyanda xatırladım situasiyanı. Mən Ronaldo Azərkeşlə ümumiyyətlə bir xatırlayıram ki, fotoqrafı itələmişdi, döymüşdü. Azərkeşlə Mən ümumiyyətlə onu heç vaxt orada. Azərkeşə forma verməyib. Yox. Heç nə. Özü də mən bu faktı doğrudan heç vaxt eşitməmişəm. Yox, bu tanınmış faktdır. Doğrudan? Hə. Mən sual verirəm, mən doğrudan çox çətindir. Mı ilə keçin, mı yaxşıdır. Alfabet. Baş hərfim J ilə başlayır. Yox. Ayda. Uşaqlar, nə ipucu verin də Mən mən qızlar. ipucu verim də. Azərkeşlə şəkil çəkdirməmişəm. Yəni bu variant səhvdir. Yox. Dalaşmamışam. İpucu verirəm, telefon. Nəyib? Tamam, Azərkeşlə telefonla. O ipucu olmaz. Onu mən уже tapardım çoxdan. Şəkil çəkdirməyib də. Yox da, yox. Başqa şey. Bunu dedin, yox. Telefonla ya şəkil çəkdirirlər ya da ki, Zəng eləyirlər. Hər halda Azərkeşə zəng eləməzlər Ronaldo. bəli, Təsəvvür elə zəng eləyib söymaz. hansı emosiyadan doğur telefonla bağlı nə hadisə yanıma düşə bilər? Nə ola bilər? Sən çox uduzmaq istəyirsən, Nə onu olsa başa uduzmuşam. Mən olsun da uduzmuşam. Gəlmişəm uduzmağa. Emosiyanın son həddi belə deyil. Telefonu Azərkeşin başına çırpmışam. Niyə? Başına çıxmaya bilərsən. Telefonu Azərkeşə vurmuş. Telefonla Azərkeşi vurmuşam. Yox. Ya azarkeşi vurmusan da sayılmır Ya ama bir dəqiqə, telefonu yox, vurmusan yox, sayılır. yox, keçsin. Ayrıca alfabeti davam edir. Azərkeş telefonu. Nə bilim, nə deyim? Heç nə bilmirəm. Mənə çox çətin addır. Bazidanı bildiniz. Onları bilirəm də, Baranlar da olsa biləcəkdim, Zidan biləcəkdim. Yok. Zidanda saxla. Burada. Zidanda saxla. Zidanın başına gəlmiş Bir hadisədir. dəqiqə. Mən də ipucu verim. Sən o vaxtı 100% başqa radioda işləmirsən və bu faktı işıqlandırmısan. 100%. Demişəm 100%. Elə mən Hə. hal-hazırda fəaliyyətdə göstərdiyim radioda da biz ancaq celebrity tərəfindən danışırıq futbola. Ona görə indi həmkarım Valid baxıb gülür. Mən bura bilirəm ki, uduzacağam. O sadəcə şou üçün gəlmişəm. Hə. Effekt show. İndi bir dəqiqə saxla, reklamını saxla. Hə. Reklam üçün gəlmişəm. Bilmək istəyirəm, yaxşı naskim var. İndi sən o vaxt. Naski deyəndə Trudeau yadıma düşür. Hə, yox, Trudeau deyil. O Yox, vaxt təbii ki, deyil. Zidandır. O vaxtı Bəlkə nə baş 100% verib? bilirəm, Nə baş verib? Amma Zidanla bağlı nə bilirsən? bilirəm, yadıma düşür ki, nəsə dava vardı. Amma futbolçunun Aha. adı yadımda deyil. Bax, bəlkə eşidən Ümumiyyətlə, kimi dava deyəcəm nədən ki, ibarət ayda. idi, belə deyək. Mən sizin kimi detalları bilmirəm, xanımlar. Ona görə mən deyirəm ki, ən zəif Vallahi bənd bunu bilirsən. mənəm. Sən zəif bənd mənəm. Məncə Vallahi bunu bunu bilməyən bilirsən. yoxdur axı. Ya da biz o qədər onun içindəyik ki, Yox, elə yox, düşünürük. Yox, məndə futbolla dediyim kimi müəyyən bir qismdə celebrity tərəfidir məsələn, amma belə konkret bilmirəm də, yəni. Yaxşı sual ver. Hansı rəqəm altında çıxan? Uydu. Yox, sualın cavabı ya Hə, hə yox. olmalıdır, ya yox. 1, 2, 3.
Soğuk etti, yaxşı. Qalmaqal dedik də, indi qalmaqalı tap, oyunçunu axırda tapar. Qalmaqal yəqin adətən futbolçular nəyə görə kimsə kiminsə ayağını tapdalayır, kimsə kiminsə söyür. Yox. Keçdi bura. Yəni Keçdi bura. Mən telefonla gələn azarkeşi itələmişəm. yox. Heç nə. Az vaxt keçdi. Kaş Aliyə mən sizin yerinizdə olaydım. Nata mən sənin yerinə... Yox, rəfiqənin yerində də tapa Sən bilməzdim. demək olar ki, elə mənim yerimdəsən. Zidan şey yuxarı. Zidan deyil axı. Sən demək olar. Dinozavr məsələdə. Zidanı ancaq özünlə bağlı deyə bilərdim, amma belə ümumi yox. Elə özü ilə bağlı kimi bir şeydir. Yox, indi futbolçunun adını bilmək lazımdır axı. Hə də. Sən faktı yada sal. Fakt Yəni yazmaq. Zidan o qədər belə minimal insident faktı var ki. Bilirəm, Zidan qalmaqalı deyil, əslində çox təmkinli bir futbolçu Messidən olub fərqli həmişə. olaraq. 2006-cı il Dünya çempionatı finalı, Yadımdadır, nəsə, amma yadımda. İtaliya-Fransa oyunu. bilmirəm. Özümə öldürəcəm. Bundan artıq nə? arada masaya da baxın da. Yaxşı. Uşaqlar, bir dənə son ipucu verim mənə. Azarkeş, telefon, Aha. Cristiano Ronaldo. Aha. Son ipucu deyim. Üçündən bir şey. Şəkil mövzusu deyil də, Yox. düzdür? Biz bunu dəqiqləşdiririk. Şəkil mövzusu deyil. Bir dənə ipucu verə bilərəm. Azarkeş balacadır. Balaca. Uşaq. Aha. Bu onda pozitiv bir şeydir də. Negativ. Sonda pozitiv bir şey oldu. Sonda hə. Necə sonda? Əvvəlcə nə yeyib? Birinci deyir ağlamalıdır, sonra hırıldamalı. Bu da onun. Məşhurdur ki bu. Məncə bu məşhur fakt deyil. Mən bilmirəmsə Azarkeşə telefon hədiyyə eləmişəm. Yox. Sonda onunla nəticələndi. Sonda onunla nəticələndi. Aha. Ha, bildim, deyəsən bildim. Kimi də O hər şey dedik. Yox, mən bilmirəm. Mən yenə deyirəm, Nata ilə Aliyə xanımın yerində mən çoxdan Aliyəni vəbşi tapardım. Prosta mən indi yazacağım. İpucu dedik. Motivasiya. Motivasiya. Ne yiyib indi? Motivasiya ne yiyib? Qolunu sındırıb. Yox. Hə. O əmən şəxsə motivasiya. Mən Azarkeşin telefonunu sındırmışam. 2022-ci ildə Cristiano Ronaldo oyundan sonra Azərkeşin əlindəki telefonu vurub yerə salmışdı. Sonradan Portuqaliyalı üzr istədi və Azərkeşə yeni telefon aldı. Yeri gəlmişkən telefonları satan şəbəkələr bizimlə əlaqə saxlaya bilərsiniz. Desin. sonunda. Telefonunu atdı, sındırdın, sonra peşman oldu, təzə telefon aldı. Mən bunu niyə hədiyyə elədi. eşitməmişəm? Mənasız. Materat. Mən bunu Nata kömək eləməz, mən heç tapmazdım. Çeşitlə çox çətin, çox. Günahkar sizsiniz. Orada Siz bilirsiniz ki, mən sıxıldı. Siz bilirsiniz ki, mən futbolda ümumiyyətlə bilmirəm heç nə. Gəlib Zidanın Bəli, bu hadisə haqqında artıq söhbət açmışdıq. Doğrudan da Marco Materazzi İtaliya-Fransa oyun zamanı Zinedine Zidana söz söymüşdü. Zidanın özünə yox, onun bacısı haqqında bir neçə söz demişdi. Nəticədə Zidan özünü saxlaya bilməyib və meydandan qovulmuşdu. ben bunu bilməyəcəydim. Bunu bilməyəcəydim. Çeşitlə. Hətta burada... Dostlar, izlədiyinizə görə təşəkkürlər. Bizi Boosty və Patreonda izləyin. Orada epizodlarımız bir həftə tez çıxır. Abunə olun və like işarəsini qoyun. Görüşənədək.